cinsi orqanda və prostatda gizli mikroblar üçün hansı vacib analizlər verməli? Bu da qəşəng sualdır. Cinsi orqanda, prostatda infeksiyalar tapmaq üçün bu prostatda olan şirəni əvvəla çıxartmaq lazımdır. Oradakı olan infeksiyalar o şirədədir. Və ondan sonra sıyırıntı və yaxma üsulu ilə mikroblar yoxlanılır. Bu mikroblar çoxdur. Yəni ən əsaslarını yoxlayırıq. Xlamidiyadır, mikoplazmadır, ureoplazmadır. Bunların arasında 2 dənə ştamı var. Yəni 5 mikrob eləyir. Sonra Gardnerelladır, diplokoklardır, trichomonadadır, danakokdur, göbələkdir. Yəni bunlar hamısı yoxlanılmalıdır. Bu ki, dəqiqləşməlidir ki, burada mikrob var ya yoxdur və aşkar olunan mikrob konkret müalicə olunmalıdır. Və axırda da nə ki aşkar olunub, həmən mikrob bir də təkrar yoxlanmalıdır. Görək qalıb qalmayıb. Yəni mən yaxşıyam, getdim, belə olmaz. Yəni axırda dəqiq bunu bilməliyik ki, bu adamda bu mikrob qalıb qalmayıb. Yəni bunu dəqiqləşdirmək lazımdır.